Statistikaya görə 2023-cü ildə ölkədə 1100, 2024-cü ildə isə 1264 mədə kiçiltmə əməliyyatı icra olunub. Bu dinamika ölkədə piyələnmə probleminin hansı ölçüdə olduğunu və insanların pəhrizlə arıqlamada niyə çətinlik çəkdiyini bir daha ortaya çıxarır. Pasiv həyat tərzi, yüksək kalorili qidalar, hormonal pozuntular və stres fonunda orqanizmin metabolizmi zəifləyir. Bu cür problemlərin fonunda pəhrizə davam gətirməyən şəxslərin də çoxu çıxış yolu kimi cərrahi müdaxiləni seçir. Əməliyyat nəticəsində mədə mexaniki olaraq balacalaşır. Lakin kökəlməni yaradan səbəblər olduğu kimi qalır. Mədə kiçiltmə əməliyyatı qısa və uzun müddətli fəsadlar yarada bilər. Qısa müddətli fəsadlar əməliyyatın gedişatına aid olan fəsadlardır. Yəni ağırlaşma, infeksiya, qanama riski. Uzun müddətli fəsadlara gəlincə, mədədə sorulan bir çox vitaminlər, minerallar artıq mədədən sorulmur və çatışmazlıqlar yaranır. Bunlar nədir? Dəmirdir, B12-dir, D vitaminidir. Ona görə bu insanlar hətta bəzən ömür boyu bu dərman preparatlarından istifadə edə bilirlər. Öddaş xəstəliyi. Bunlarda sürətli arıqlama olduğuna görə bu xəstələrdə artıq öddaşının yaranma riski çox-çox yüksəkdir. Bundan başqa Dempik sindromu dediğimiz bir sindrom var ki, şəkərli və yağlı qidalardan sonra bulantı, qusma şikayətlərinin ortaya çıxması müşahidə olunan fəsadlardır. Mədə elə bir orqandır ki, yenidən səhv həyat tərzi yaşayanda o genişlənir və itirilən kilolar geri qayıdır. Pəhriz və müalicə üsulu isə arıqlamanın ən alternativ yollarından hesab olunur. Pəhrizli qidalar zamanı gündəlik istifadədə boşqabın böyük bir hissəsi pörtlənmiş halda və ya təzə halda olan tərəvəzlərə, xüsusən də mövsümi meyvə tərəvəzlərə üstünlük verilməlidir. Desert, meyvə, qəbulu və ana yemək və ilkin yemək, hansı ki şorbalar nəzərdə tutulub burada. Bunların qəbulu zamanı aralıqlar verilməlidir. Şorba məhsulu qəbul olunduqdan bir qədər sonra isti yemək, xüsusən də toyuq və mal ətindən və qoyun ətindən ərsəyə gəlmiş daha bol kalorili və yüksək enerji dəyərinə malik olan məhsullar növbəti mərhələdə qəbul olunmalıdır. Bir sözlə mədə kiçiltmə əməliyyatı yalnız ciddi hallarda, tibbi göstərişlə və həkim nəzarətində düşünülməlidir. Əks halda qısa müddətli nəticə əvəzinə uzun müddətli fəsadlarla üzləşmək ehtimalı yüksəkdir.